Salam əziz və dəyərli izləyicilərim, axşamınız xeyir olsun. İndi deyəcəyim problemlər kimdə varsa videonu axıra kimi izləsin, bəyənməyi, rəy yazmağı unutmasın. Həddindən çox tərləmə, sonra halsızlıq, oynaq əzəllərdə yeyilmə, kökəlmə problemi. Bu problemlər kimdə varsa sizə Vitera D3 damcı məsləhət görürəm. Hansı ki Vitera D3 50.000 dozada buraxılır, 15 milli flakonlarda. Flakon bu formasında olur belə. Həkimlərin yazdığı bahalı 30 manatlıq, 25 manatlıq firma dərmanlarını atırsınız bir kənara. Vitera D3 istifadə edirsiniz. Həftədə bir dəfə səhərlər, səhər yeməyiniz zamanı bir ədəd yoğurta bir flakonu tam qarışdırırsınız və bir həftədə bir dəfə olmaq şərti ilə içirsiniz. Uşaqların da içməsi mümkündür. Sadəcə uşaqlarda damcı formasında olur. Onu ətraflı şərhlərdə yazarsınız, qeyd eləyərəm. Üzü yaya gedir. Yay mövsümündə ən çox tərləmə problemi olur. Qoxu, tərləmə, belə problemlərdən azad olmaq istəyənlər ən əsas da D3 vitaminini alır, istifadə eləyir. Qiyməti də çox münasibdir. Qiymət də şərh bölümündə qeyd olunacaq. Vitera D3 bütün apteklərdən əldə edə bilərsiniz. Dediyim kimi, kökəlmə problemi, oynaq əzələ problemləri, tərləmə problemi varsa, yeganə vasitə Vitera D3. Alın, istifadə edin, effektini ən qısa zamanda görəcəksiniz. Təşəkkür edirəm.